Aha, gəlin indi birlikdə pronoun olan bəzi testlərə baxaq. Məsələn, birinci sual. Are a good student? Bizdə cümlədə nə var? Are var, düzdür? Uşaqlar, bu sual ümumiyyətlə hamı tərəfindən çox çaşdırılan bir sualdır. Are varsa biz avtomatik olaraq he-ni, she-ni atdıq, düzdür? Onlar izlə işlənir. Amma bizə demir axı a good student yazılıb, düzdür? Yaxşı şagird. Amma bizə demir ki, yaxşı şagirdlər. Biz we yazsaq, olar ki, we are good students. Və they yazsaq, olar ki, they are good students. Sığınan. Çünki onlar cəmdədir. Siz adətən sınaqda da belə kiçik şeyləri səhv edirsiniz. Amma you olmalıdır burada cavabımız. Çünki you səndir. Sənə artıq deyə bilirsən ki, təkdə şagird. Yəni ki, sən yaxşı şagirdsən. Bunu deyəndə artıq şagirdsən. Bir dənə şagird. Şagirdlər olmur. Ona görə də burada cavabımız B variantı olur, you. Gəlin baxaq 2-yə. 2-də nə deyir? Doesn't var. Çox asandır. Does varsa deməli A çıxdı, B çıxdı, D çıxdı, E çıxdı. Qaldı C variantı. 3-ə baxırıq. My students and I. Mənim şagirdlərim və mən. Mənim şagirdlərim və mən. Kim olur? Mən varamsa bir yerdə, deməli olacaq biz. Mənim şagirdlərim və mən həmişə birlikdə oxuyuruq. Yəni biz. Bizdirsə olacaq cavabımız Y variantı. 4-ə baxaq. Deyir ki, are nice. Gəlin birinci are-la olmayacaq tərəfləri çıxaq. O da elə Y variantındadır. Bir dənə yeni çıxdıq. Sonra yazıb like. Uşaqlar, ikinci tərəfə baxın, orada like yazıb. Əgər like yazıbsa, likes yazmayıbsa, artıq biz orada B-ni də çıxmalıyıq. Çünki she-də likes olmalıdır axı. He-də də həmçinin likes olmalıdır. D də çıxdı, qaldı A və C variantları. Gəlin baxaq cümlənin tərcüməsinə. They are nice. Onlar gözəldilər. Mən xoşlayıram onları, yoxsa biz xoşlayırıq onu amma cansız. Uşaqlar, onu amma cansız yazıb bura. Yəni heç vaxt olmaz da onlar deyirəm. Yəni gözəl onlar olan yerdə ümumiyyətlə baxın they. They ilə it uyğunlaşmazaq uşaqlar. Düzdür? Çünki they onlardır, it odur. Uyğunlaşmaz. Yəni mən deyirəm ki, onlar gözəldilər, biz xoşlayırıq onu. Olmur axı, biz xoşlayırıq onları olmalıdır. Ona görə C-də getdi, qaldı A variantı. Onlar gözəldilər, mən xoşlayıram onları. Belə olmalıdır. Sonra baxırıq 5-ci. Is a good actress in Azerbaijan. Kim is ola bilər? Ya E-dir, ya da C-dir. Lakin actress var uşaqlar. Biz demişdik actor olanda he-dir, actress olanda she-dir. Ona görə də Y variantı. 6-ya baxırıq. Where is the newspaper? Deyir ki, newspaper, yəni qəzet hardadır? Are, bu are-ın qısaldılmışıdır da hamımız bilirik ki, are varsa deməli nəyə çıxdıq? B-ni çıxdıq, Y-ni də çıxdıq, çünki ay da are-la işləmir də. Deyir ki, newspaper hardadır? Newspaper-də uşaqlar necə isim idi? Sayılmayan, həmişə təkdə olan. Deyir ki, biz oturmuşuq onun üstündə. Onun. Daha doğrusu sən oturmuşsan variantı düz gəlir burada sən. D variantı. Nəyə görə A olmaz? Onda olacaq ki, biz oturmuşuq onların üstündə. Amma newspaper təkdədir. Sayılmıyor isimdə. Onlar verə bilmər newspaper-lə. C də olmaz. Çünki onlar oturublar onların üstündə. Yenə də newspaper them vermək olmaz. Newspaper ancaq it-lə işlənə bilər. Çünki sayılmayan təkdə olan isimdir. Sonra gəlin baxaq 7-yə. Wants the key can give it to. Baxın uşaqlar. Deyir ki, wants var, düzdür? F-nin sonunda s var. Deməli, burada nə ola bilər? She ya da it. B getdi, D getdi. Çünki bunlarda s heç vaxt olmaz F-nin sonunda. Deyir ki, o istəyir açarı. Ki açardı da. Deyir ki, can give it to. Gəlin baxaq uşaqlar. To da bu arada söz önlərindən biridir. To varsa biz istifadə etməliyik obyekt əvəzliyi. His obyekt əvəzliyidir? Yox. He-nin qarşılığı olan obyekt əvəzliyi himdir əslində. Ona görə C variantı getdi. A və də obyekt əvəzliyi deyil. A və yerinə as olmalı obyekt əvəzliyi. Çünki to-dan sonra həmişə obyekt əvəzliyi işlənməlidir. Ona görə Y də getdi. Qaldı cavabımız A variantı. Bu qədər. Deyir ki, o istəyir açarları sən deyir ona verə bilərsən.
Okey, bunu keçməmişik hələ ki. Bunları artıq hələ ki keçməmişik. Keçdikcə hər birini sizə izah edəcəm. Məsələn 18-ə baxaq. 18. Deyir ki, have made myself perfectly pleased here. Uşaqlar, burada yəni uyğun gələcək cəmi bircə dənə variant var. Baxın, she ilə has işlənməz getdim. Mine cümlənin önündə işlənməz. İndi bunu da hələ keçməmişik. Bu variantdakini də keçməmişik. Mine cümlənin ancaq sonunda işlənir. Your da cümlənin ancaq sonunda işlənir. Itself da cümlənin sonunda işlənir. Qalır elə B variantı. Yəni əvəzlik çox asan mövzudur. Hamısını çıxdaş eləməklə tapa bilərsiniz. Lakin hələ ki buradakilərin bir çoxunu keçmədiyimiz üçün onları da artıq zamanla sizə izah edəcəm.